Keçən dərsimizdə biz bir prosesdən başqa bir prosesə siqnal göndərmə ilə tanış olduq və qeyd elədik ki, tutaq ki, hər hansı bir proses verilib, icra olunur həmin o proses. O müxtəlif mənbələrdən siqnal qəbul edə bilər, digər bir proses ona göndərə bilər siqnalı və yaxud istifadəçi və yaxud nüvə ona siqnal göndərə bilər. Və bu zaman siqnalı qəbul edəndə proses ona hansı cavabı verməlidir? Əgər heç bir cavab hazırlamayıbsa proses siqnala qarşı, bu zaman susmaya görə cavab icra olunur. Bu da adətən prosesin sönməyi, başa çatmağı deməkdir. Bu dərsdə biz tanış olacağıq ki, Unix-də deməli necə eləmək olar ki, proses qəbul etdiyi siqnala bir cavab versin. Yəni müəyyən bir cavab təyin edir prosesdə. Bunun üçün istifadə olunur siqnal adlı funksiyadan, hansı ki, iki arqument qəbul edir. Birinci arqument deməli prosesin qəbul etdiyi siqnalın nömrəsidir, yəni siqnalın özüdür. İkinci arqument isə funksiyadır. Deməli, biz prosesdə, proqram kodunda istənilən bir funksiya təyin edirik, hansı ki, istəyirik ki, icra olunsun, həmin bu siqnalı qəbul edin və daha sonra bu koddan istifadə eləməklə həmin siqnalı bu funksiyaya pərçimləmiş oluruq. Bundan sonra biz hər dəfə göstərilən bu siqnalı qəbul edəndə ikinci arqumentdə qeyd etdiyimiz funksiya icra olunacaq. Misal üçün, keçən dərsimizdə biz siqnalları keçəndə prosesə, icra olunan prosesə siqnal ötürəndə SIGINT siqnalı ilə tanış olduq. Dedik ki, bu interruption siqnalıdır. Misal üçün, istifadəçi klaviaturadan Ctrl+C-ni eyni anda daxil edəndə prosesə bu siqnal göndərilir. Və yaxud kill funksiyası ilə biz test proqram elədik və proses ID və SIGINT bu ilə biz tanışıq keçən dərsimizdən. PID nömrəli prosesə bu siqnalı göndərdik və proses bunu qəbul edəndə icrasını başa çatdırırdı. Yəni biz eyni sxem üzrə gedəcəyik, lakin bu dəfə biz mənbə prosesdə artıq siqnal funksiyasından istifadə edərək həmin bu arqument kimi orada verəcəyik, deməli siqnal SIGINT artıq biz int-ə cavab, bu siqnala cavab və bir funksiya, istənilən bir funksiya, sadə bir funksiya tərtib edəcəyik, misal üçün ekrandan sizə çap eləsin, siqnal qəbul elədim filan və görəcəyik ki, hər dəfə artıq biz prosesə SIGINT göndərəndə, istəyir klaviaturadan, istəyir başqa prosesdən, artıq bizim proses öz icrasını dayandırmayacaq, sadəcə olaraq burada göstərdiyimiz funksiyanı icra eləyəcək. Gəlin onun praktiki tanış olaq. Deməli, əvvəl proqramımızın mətn koduna baxaq. Biz burada hey funksiyası təyin etmişik. Hansı ki, icra olunanda ekranda sadəcə bir çap edir, belə bir sətr, hey mən yaxşıyam sətri və daha sonra siqnal funksiyası vasitəsilə biz həmin bu hey funksiyasını pərçimləyirik SIGINT siqnalına. Yəni, proses hər dəfə SIGINT siqnalı qəbul edəndə cavab olaraq hey funksiyasını icra eləyəcək. Və daha sonra proses sonsuz dövrə girir və ekran çap edir məlumat öz proses ID nömrəsini və 1 saniyə dayanır, icranı dayandırır. Gəlin prosesi yerinə yetirək. Gördüyümüz kimi proses ID nömrəsi 1411-dir və o bu şəkildə icra. İndi mən Ctrl+C-ni bassam, prosesə SIGINT göndərilir və görürsünüz ki, o ekranda artıq proses sönmür. İndi gəlin keçən dəfə biz digər bir proqram vasitəsilə kill funksiyası ilə prosesə siqnal göndərirdik. Gəlin indi həmin proqramı da icra eləyək. Bu dəfə bizim proses ID-miz 14, deməli 11-ə siqnal göndərmək istəyirik. Və yenə mən SIGINT siqnalını göndərirəm prosesə. Gördüyünüz kimi 14-11 ID-li prosesə, bu bizim hal-hazırda bu gördüyünüz icra olunan proqramımızdır. Ona siqnal göndərəndə o artıq sönmür. Əvvəlki testimizdə o sönürdü, çünki cavab reaksiyası yox idi ona. İndi ona cavab reaksiyası bu şəkildə verir.